Salam əziz izləyicilər. Bugün 30 may 2026-cı ildir. Deməli, bu günləri Avtovağzalda Crossway oteldə itlərin sərgisi keçirilir. Və mən öncədən söz vermişdim Tərlan bəyə ki, Tərlan bəy bir iti sərgiyə çıxarmalıdır. Çünki bilirsiniz ki, o boyda nəhəng itlər də hər maşına yerləşmir. Mənim maşınıma yerləşir deyə gedirəm indi inşallah həm Tərlan bəyi, həm də nəhəng iti götürək, gedək, sərgidə iştirak edək inşallah. Ona görə izləmədə qalın. Deməli, gəldik, çıxdıq Tərlan bəyin yanına. Gedək görə itimiz hardadır. Necəsi Tərlan bəy? Xoş gördük, xoş gəldiniz. Necəsi? Salam əleykum. Salam əleykum Asaka. Hardadır bəs it? Şərdədir. Şərdədir. Hə, onda biz yavaş-yavaş çıxardaq, çəkib göstərəcəm sizə inşallah. Hə, deməli, götürdük Taronu. Təzə boyunluğu ilə, zadı ilə gəlib özdə. Mindirəyi Taron. Bu Eyvaz qardaşımızın istehsalıdır, istəsin. Hə. Nə gözəl. Eyvaz qardaşının da reklamı getdi bir partiya. Gəl. Qəşəng işlər görür Eyvaz qardaş. Həqiqətən də. Gəl. Karo, gəl. Cəmaət səni gözləyir. Orada yığılıb. Gəl. Gəl Karo, gəl. 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 Oradan götür. Gəl. Gəl. Min. Malades. Min. Ay köpək olur. Gəl. Hamınız elə bilirsiniz ki, it saxlamaq asandır. Görürsünüz? Oradan zinciri çəkəcək. Sən bunu buradan saxla, mən onu arxadan götürüm, sənə ağrı düşür. Elə bilirsiniz ki, elə sərgiyə it gətirmək, harasa cütə it aparmaq, cütdən it gətirmək asandır deyə düşünürsünüz. Amma tutun. Axsaka başını vuracaqsan, ehtiyatlı ol. Başını gözlə, qorxma. Hə, davay. Axsaka, ehtiyatlı ol. Sür. Hə, şükür. 1-0. Getdik, gedək. Hə, əziz izləyicilər, Tərlan bəy də sizi salamlayır. İzləyicilərimizə təşəkkür edirəm ki, bizi paydaş edirlər. Elədir. Çox yoldaşlar yazdı bizlərə, əlaqə saxladı, yarışına vaxt keçiriləcək. Hamısına izah etdik. İnşallah yolunuzu gözləyirik. Gəlin, baxın, gözlə. Hə, Tərlan bəy sizə deyir ki, yəni gəlin, baxın, izləyin, zövq alın və yaxud da bizim videomuza baxıb zövq alarsınız. Sadəcə yaxasında mikrofon yoxdur deyə ola bilər sözləri tam gəlməsin sizə. Hər nəysə ki, inşallah videonu tamamlayaq, sərgidən paylaşacaq. Hələlik. Hə, gəldik, Dobini də götürdük. Dobini çoxunuz tanıyırsınız, mənim iş itimdir. Dobi mənlə olmalıdır da, bilirsiniz bu saatlarda. Bu dəfə sərgini elə saatlara salıblar ki, Dobi ilə getməliyik sərgiyə. Hə, Dobi? Dobi əsas pasajırlar. Hə, Dobi prosta adam dişləyəndir deyə. Yox, indi yazacaqlar da oradakı ona baxı, kişiləri oturtdurub arxada, sadəcə olaraq Dobi adam tutandı, ona görə, yəni arxada kimisə qurban vermək olmaz da. Ona görə bagajda Bir yol görsədi, getmək lazımdır. Onu bura şeydir, arxada böyük it var, qabaqda Dobi, qonaqlarımız da arxada əyləşiblər rahat. Belə də ki, bu arada deyim sizə ki, sizin də əgər nəhəng it daşıma probleminiz varsa ki, hansı ki, itlərinizi daşımaq lazımdır A nöqtəsindən B nöqtəsinə, B nöqtəsindən C nöqtəsinə fərqi yoxdur, rayondan abratını belə deyək, mənə müraciət edə bilərsiniz, razılaşma qiyməti ilə daşıya bilərik. Hə, Dobi? Yaxşı, gedək sərgiyə. Allah canı sağ olsun. Hə? Hə, gəldik, çıxdıq sərgiyə. Necəsən Rəfi? Nə var, nə yox? Kefin necədir? Ailəm gətirmişəm bura. Gətirmirsən hamını bura? Maşallah. Dırnağı bəlkə. Görüşdük sizlə qardaşım. Düşürdək, Tərlan bəy. Ehtiyatlı olun. Şeydir, o riski düşəcək ya, tutmaq lazımdır zənciri. Ha, karodur bu. Tutun zənciri Tərlan bəy, götürün. Gəl. Malacec. Karo, nə eləmirsən, Karo? Satırıq. Nəsə, yüngül var, nəsə. Ev yox, tutulacaq. Hə.
Красиво. У меня красивый. Niye o? Hə, deməli Əsl yaylaq. Ha. burada Kangal. belə itlər var. Kim döküldü bu? Hə, bilmirəm indi papaqdan geniş kamera ilə çəkirəm sizin üçün. Normalde. Əlamət taparla mı qohumluğu var ya? Gümüşü də yox da, ha? Yok. Hələ Dobiyə baxın, Dobiyə. Dobi, nə edirsən? Hə. Hə. Bir tane tavşana bunu. Bir tane tavşana bunu. O dişi de ha. Gelecek başka bir Ha, o dişi de. Onun lapasına bak. Onun lapasına bak, buna bak. Gör onun lapasına buydu. Görsen. O nədən elə olur təlam? Ha? O Anadolu'du da. Ha, bu Qaraqırçıldı, bu Sivas'ta. Sivasda ayaqlar belə olur, amma. Yani Karodu da bu. Sivas'ta çok kalın olmuş. Buyruğuna bax. Ha, kuyruğu sıvı. Onun formasıyla. Evet. O hissedir ki o dişidir. Yolda tam şeyden bile mi? Onun başına bak. Bura triderim mazı vurun da buna. Tapakta da yeni şey var. Triderim maz. Ha. Perikis kök biraz, sonra triderim maz. Bağlıyor Bu mu? uca teçkaya başlayır diyesen bak. Bu neçə aylıqdır indi hal-hazırda? 6. 6, uca iyisi gəlir. Yaqın uca gələn ay zat gəlməlidir. Arəm qarşıacaq. Maksimum 8 ay. Təlam birincidə olmaz ha buna. Yox, qəti heç ikincidə də olmaz. Ancaq bir yaş yarımız. Dişidə əslində elə 2 yaşında daha yaxşı olar. Sfar Miravax'ı bu. Da. Gəl, cüzdan kökünü götür. Ой, ну красиво. Bu başqa şeydir. Bəlkə Bak də elə. Hələ tükünü töküb bu. bunu düzləşdirmək olar ya. Yox, bu Sivasda Anadolu. Bak, bak. Değerli dostlar, gümüşün güzelliğine bakın. Agresif. Eyvallah. Çok güzel. Balık bu. Balın çek, balık. Balın çek, balık taparken gümüşün balığı. Oo, salamünaleyküm. Necə Əleykum salam. Can başım. Sağ ol, da, sağ ol. Sən necəsən? Uzun düşürmək istəyirəm. Düşür. Görək kimlər var burada? Mən tanımıram, bura. Tanımadım. Necəsən, nə var, nə yox? Salam əleykum kişi. Sənəndir. İki kişisən, iki cayılsan. O kişi olmağına elə çox. Salam əleykum. Salam əleykum. Ay necəsən? Nə var, nə yox? Necəsən, nə var, necə? Çəkirsən? Hə, Ya öpmürəm. öpmə bura. Öpmürəm. Öpmə. Öpmürəm. Sən ümumiyyətlə məni öpmə. Ama Seni elə də paylaşacağım. Elə də paylaşacağım olsun. Salam əleykum. harda belə o pis bir şeylər var, o başlayır o kəsib paylaşmaq. Ya yıxılan yerdə mən, ya belə. Sən haçan yıxılan yerdə paylaşmışam mən. Bir dəfə az qal burada yıxıldım. O su çayını düşüb kadar. Onu mən gör yadımda deyil. O hə, sən itin yıxıldı yadındadır şeydən. Ay sağ ol. Məni həmişə Beqavoy dağışqada. Beqavoy Deyir də, dağışqada. deyir. varsa o Prosta bax indi insanlar da izləyir də bu videonu bu dəqiqə. Yəni paylaşacağam. Hə. Şeydir. Prosta insanların marağını videonun önündə elə şeylər çəkir. 100%. Görüm qaqaş harda yıxılacaq. Harda yıxıl. Gəlirəm. Qoy itləri götürüm. Burada kimlər var? Salam əleykum. Necəsiz? Sağ olun, yaxşı olasınız. Salam, necəsiz? Sağ olun. İyi, mən də elə belə Dobi ilə gəlmişəm. Elə belə. Super. Golden nə qədərdir? Nara gəlməyib elə. Lali, У меня мои такая. Я тебя не узнала. Симба. belə yaxşı. Сидеть. İyi, dötə. Сидеть. Уже ты уйдёшь. Ей, что я? Понюхай.
Nə var, nə yox? Тоже клёвый. Keyfin necədir? Понравилось. Hə, qoşuludur. Çəkir, hə. Yox, canlı deyil, paton da. Не понравилось. Симба. На автомате открылся солнце, открылся солнце. Hiç baxmıram hara. Kimdir bu? Это Simba. Это Nara xanımın nəvəsi. Belə. Hə, Sən super, bilirsən, bu super. da o da. Super. Это mой внук. Nara gəlməyib belə? Gələcək. Это mой внучок. Super, super. Çok da bir dedi yani. Джокер, он девочка, он бедный. Все da Joker, Joker uspakoysa. Джокер. Karoçe, itlərimizi bək tutun, adam yiyəni düşürdürəm. Adam yiyen gel kaçsın. Yox, hara buraxam? Bunu buraxmaq olar. Birinci səndən yapışadı. Doberman. Rəfin Dobermanından gidiyorlar. O bir sen nerede? Rəfin Dobermanı... Yox, yox, bu mənim. Portakal ne yapmadın? Yox, yox, yatmır. O biraz yazık kan eyle. Çıxa. O videoda Çıx. kulağını düzelttirmiş. Yoksa da Çıx. bilədi. Ha? Kulağını düzelttirmiş. Ha. O videoları sizden portakal koyuyor. Hə, o dəhşət. Buna çox yaxın gəlmir. Tutanır. Hə? Hey. Gəl belə. Ondan zarafat eləmə, yeyərsən. Yox, əylənir. Kim var? Karo yaman. Çıxa. Bakın 6 ay yarımlıktı başısı. Bak. 7 ayına gelir. Bunun başına, fasonuna, bir tane rengine tadına bakın. Görün ne güzel. Burada bir ipdən çıxsa aləm dəyəcək bir-birinə. Hə. Ему нельзя добегать. Да. Eləyirəm. Yaxşı, Ceyhon nəsə zibil işi var uşaqlar. Deyir çəkiliş eləmə, gözləyir. Qohumlarını görsünlər. Dobi kimdir o? Dobi. Что за лев, это тигр. Hə, Dobi. Salam, necəsiz? Доби. Это твой рисунок? Нет, Нет. рабочий. Да. Просто если я здесь в это время, он должен быть со мной. просто бред. Да. Когда ребенок родился? Да. Ben derim, наверное, сестры или что. Ты когда женился, когда ребенок родился? Когда ты скрытно В 23-м. Какой скрытно? Ben öyle bildim, наверное. Əzizlərim, bir dəqiqə saxlayıram kadrı. Burada söhbətlər, məxfi söhbətlər. Заур, можно будет? Заур, здравствуйте. Как вы живаете? Salam verir. А мы ее повернули, да, ее, да? Не, кару я вообще не сдавала. Вот его Burada içeride Zoo Magic'in filialı var. Ha? Так? Что вы своими? Не, это просто пришел со мной. Да. А? Зачем? Не хотел. Ой. Так. обаяние просто. Он может быть серьезным, но он Ne var ne? Güzel işte. Не, просто. Раска. Ha, 100 var. Боевой раска. Şükür. İlk öncə himn oxunur. Deməli artıq sərgi başlayır. Himn oxundu gördüyünüz kimi. İndi itlər bir-bir
tapacaq. Biz də canlımızı açaq. Görüm mane olmur şeydir. Görə bilmirəm, təəssüf ki. Retriever yoxdur, var. Niyə yoxdur? Bu dəqiqə sizə retrieverləri göstərim də. Nə qədərdir? En qədər retrieverlər var burada. Retrieverlər hanı? Retrieverləri bu dəqiqə sizə göstərim mən. Retrieverləri sizə göstərim mən. Hə. Golden Retrieverlər bu dəqiqə şəxsən göstərim. İnşallah ekrana like edin. Salam aleyküm. Salam aleyküm. Retrieverlər, salam aleyküm. Retrieverlər deməli burada Nara xan var. Golden Retriever'ın rəsmi distributoru Nara xan. Burada belə Retriever var. Burada Golden Retriever'ların alverçisi var, Tural bəy. Burada da belə yetirməmiz var. Güzellik. Hı? Gel. Bir. Növbə ilə. Gel. Həcəm, mənim qardaşım. Alverçi deyərəm, xətivə deyəriz, zarafat deyirəm. Hamı bilir ki, mən zarafat deyirəm. Deməli, əzizlərim, gəldik, kameronu qoyduq yerinə, dedim elə Tərlan bəylə də sağollaşaq. Sadəcə olaraq burada məsələ ondan ibarətdir ki, niyə sərgidən biz yarımçıq çıxdıq, artıq böyük itləri orada saxlamaq olmur. Çünki bir-birinə hücum çəkirlər, eləyirlər. Ona görə də Tərlan bəy dedi ki, Rəsul, biz bitirdik, elə gəl gedək. İnşallah. Ona görə də bacardığımız qədəri çəkdik sizin üçün. Orada montaj edib təqdim eləyəcəm, Allah qoysa. Oteldən keçən insanlar da narahat olurdu. Bizə də orada xəbərdarlıq edildi ki, böyük itlərə görə çox qorxurlar, keçə bilmirlər. Bəli, insanlar narahat olur, qorxurlar və Ümumiyyətlə, böyük itlərin yarışması bitdi deyə, bitdi də orada durmağın mənası olmadı. Əlbəttə. Sadəcə olaraq insanlar məndən gözləyir ki, oranı bitənə qədər çəkim göstərim. Ona görə Tərlan bəydən də mən gəldiyim üçün Tərlan bəyə mən gətirməliydim və ona görə də bu dəfəki... Siz zaten canlıda olduğunuza görə sizə insanlar müraciət edir ki, necə gələk ora. O da indi bizim günahımız deyil, onu qabaqcadan o tədbir təşkil edənlər. Təşkil edən adam var, ona qurmaq. Ümumiyyətlə mən sizə deyim ki, fikir verdiniz də, bu dəfəki belə deyək də sərgini bir siz, bir də mən reklam eləmişdim, paylaşmışdıq ki, yəni belə bir tədbir olacaq. İnsanların 70% elə ona görə gəlmişdi. Həqiqətən də yəni çoxlu insan gəlmişdi. Gördüyünüz qədərilə yəni həm baxmağa, həm iştirak eləməyə. Ola bilər ki, iti ilə iştirak eləyənləri biz dəvət eləməmişdik, özləri bilirdilər. O ola bilər. Amma faktiki olaraq baxmağa gələn insanları, yəni bu aləmə olan həvəsi artıran amillər bunlardır. Hansı ki, yəni dəvət edirsən, deyirsən bizdə belə tədbir olacaq, ödənişsizdir, bilet lazım deyil, belə cürbəcür itlər görə bilərsən və onlara da maraqlı oldu, gəldilər, yaxınlaşdılar. Sizi bir daha görməyə şad oldum Tərlan bəy. İnşallah bu yaxınlarda Tərlan bəylə də çəkilim işimiz var kanalımızda, amma yenə olacaq. Çünki o da biz yeni bu işlərə daxil olanda çəkmişdik Tərlan bəyi. İnşallah ki, yenə də çəkəcəyik mütləq. Görüşənə dək Tərlan bəy. Sağ olun. Sağ olun.